İnsanın hiləgər nəfsi var. Məkirli, hiləgər, bəhanə gətirən, fərari, pisliyə əmr edən nəfsi var. Quran deyir bunları. İnsanın belə bir nəfsi var. Çox məkkardır, məkirlidir, hiləgərdir, pisliyə əmr edəndir. İnnən nəfsə ləəmmarətun bis-su, Quran buyurur. Həqiqətən nəfs pisliyə əmr edir. Belə bir nəfslə qarşı-qarşıyayıq. Pisliyə əmr eləyən nə deməkdir? Bir söz deyir, deyirsən eləmirəm, nəfs deyir, deyirsən eləmirəm. Tez bir söz deyir, tez bir söz deyir, tez bir söz deyir. Hey, əl çəkmir. Bunu istəyirsən olmaz. Əl çəkmir ki, başqa bir şey deyir, başqa bir şey istəyir, başqa bir şey istəyir. Tərbiyəsiz bir uşaq kimi. Lap belə nəfsinin ağzının üstündən vursan ki, sakit otur, birazdan yenə bir başqa şey istəyir. Əmmarə, yəni çox əmr eləyir. Əmmarə bu deməkdir, şiddəti bildirir. Pisliyə çox əmr eləyir. Əl çəkmir. Nəfs haqqında deyilir ki, ə'da aduvvik. Nəfsu kəlləti beynə cəmbəyik. Sənin ən qatı, ən qorxulu düşmənin içində olan nəfsündür. Bunu da hədis deyir. Ən qəddar düşmənin nəfsündür. İndi biz bu düşməni necə ram eləyək? Səbr lazımdır bunu ram eləmək üçün. Necə eləyək? Bunu xoş sözlə cilovlamaq olar. Ay nəfs, başına dönüm eləmə. Vallahi başa düşməyəcək. Xoş sözlə, başına sığal çəkməklə başa düşməyəcək. Bunun nədənsə qorxusu olmalıdır, bu içimizdə olan bu nəfsin. Nədənsə çəkinən yeri olmalıdır. Yoxsa bu səbr eləyən deyil. Bəs eşq, eşqlə, Allahın eşqi ilə. Allaha elə bilsin, aşıq olmaq asandır, bir gün içində aşıq olasan. Allaha, övliyalara rahat aşıq olmaq olmur. Bu nəfsinə rahat söz başa düşür. Yo, məntiqlə izah eləyəcəm bunu. Məntiqlə. Xeyri yoxdur. Məntiqlə hamı bilir ki, yaxşı nədir, pis nədir, niyə eləyirik, bəs dözmürük. Məntiq kömək eləmir. Məntiq başa salır, demirəm məntiq lazım deyil. Amma ancaq məntiq kifayət eləmir. O qədər adamlar var ki, bilir pis şeydir. Sən danışanda mənə deyirlər ki, lap səndən də yaxşı, mən deyərəm ki, pis iş görürəm. Nə olsun, bilirəm, amma eləyirəm. Bəyən pis iş görənlər hamısı elə bilir, yaxşı iş görür. Dözə bilmir, eləyir.